şam ışığına, gecenin içinden sıyrılıp gelir. Eyninden soyunup karanlıkları, kaderin hükmünden ayrılıp gelir. Pervane can atır şam ışığına, gecenin içinden sıyrılıp gelir. Natəvan və Ayşən, əziz dostlar, ustadınız sizin haqqınızda sonda danışacaq. Tünzalə xanım, bu sizin mahnınızda məncə elə ilk olaraq da siz danışsanız doğru olar. Qızlar, mən sizə çox minnətdaram. Mən sizi alqışlamaq istəyirəm auditoriyanın dəstəyilə. Murad, əzizim, sənə çox təşəkkür, mənə sürpriz etdin. Keyifləndim, bilirsən niyə? Kaş mənə öncədən deyərdin, mən sənin məşqlərində iştirak edərdim. Yine muz koyacaksan? Yok, muz koymayacağım. Her şey çok güzeldi. Her şey çok güzeldi ve mənim əzizlərim, sizə Murad doğrudan çətin bir məsuliyyət verib. Ona görə ki, bu dramatik bir mahnıdır. Siz gəncliyinizlə, hələ həyata yeni, yəni ki, çox körpə deyilsiniz, amma bu mahnının mahiyyətinə varmaq üçün, bu mahnı eşqlə dolu və özünü, necə deyim, odda yaxan, necə ki bizim şəhidlərimiz, necə ki bizim vətən uğrunda, yaradan uğrunda, eşq uğrunda gedən insanların bu bir vəsfidir. O pərvanələr onlardır. Onlar heç nədən qorxmurlar, yanmaqdan qorxmurlar. Onlar yüksək eşqin adamlarıdırlar. Bax, bunlar haqqında oxumaq üçün yaş məsələsi var. Həyatı dolu-dolu yaşamaq. O mənada dedim ki, üstümüzə böyük məsuliyyət götürmüsünüz. Sizə minnətdar hissi ilə bu saatda oluyam. Tünzalə Ağayeva, təşəkkürlər. Tünzalə xanım, Eldar, sizi də eşidək. Qızlar, təbrik edirəm sizi. Mahnı çox çətindir. Yəni, gözəl həm çətindir. Onun milizmatikası, gedişatları və s. və axır çox gözəldir və tapşırığın öhdəsindən gəldi. Amma məni mahnının sehrinə aparan məhz Ayşən idi. Amma yenə də ahəngdə çox gözəl səslənirdim. Təşəkkürlər. Brilliant xanım, bu pəncərə, bu mənzərə haqqında, bu qarşıdurma haqqında siz nə düşünürsünüz? Qızlar ikisi də çox gözəldir. Birinci dəfədir ki, layihə ərzində bizim Eldarla düşüncəmiz üst-üstə düşdü, düppədüz. Çünki Ayşən doğrudan da səsi ilə, ruhu ilə bu musiqini hiss edirdi.
Natəvanın bəlkə səsinə o qədər də düşmürdü mahnı, amma Natəvanın çox gözəl səsi var. Çox gözəl səs diapazonu var. Bir mahnı kimdəsə daha Daha yaraşır, fərqli bəli, alınır. daha çox yaraşıb yaraşmamaq. Bəli. Ayşən məni çox təəccübləndirdi. Çünki Natəvan çox çox dərin cavandır bu oxudu mahnı bu üçün. mahnını. Brilliant xanım, sizə təşəkkürlər. Murad, siz də çox çətin bir məqamdasınız. O mənada ki, sizin seçiminizdən sonra burada qalacaq, seçilməyəcək iştirakçını heç bir ustadımız xilas eləyə bilməyəcək. Çünki artıq heç bir ustadın elə bir fürsəti yoxdur ki, digər iştirakçını öz komandasına qəbul etsin. Ona görə də dəqiq, diqqətli olun. Öncə fikriniz, sonra qərarınız. Ocaq deyək, dünyanın, vətənin, Bəli. torpağın dərdini daşıyanlara, onlar ki, ölümdən sıyrılıb ölümə gəlir. Bir pərvanə tək. Torpağını hifz etmək amalında özünü oda atır. Biz o qəhrəmanları son bir il ərzində gördük, tanıdıq. Üzlərini, çöhrələrini. Bu hansısa bir xəyali personaj değildi. Bu bizim qardaşlarımız idi, qonşularımız idi, qohumlarımız idi. Ailə üzvlərimiz Bugün idi, görüşdüyümüz bəli. insanlar idi Bəli. ki, sabah sadəcə olaraq xəbərlərini eşitdik. O anlamda Gülağa Tənxanın sözləri və Tünzali Ağayevanın musiqisi bu nəğmədə mənim üçün çox özəldir, çox şəxsidir. Və bu hekayəni mən sizə izah elədim. Etiraf edə bilərlər ki, Murad bəy bu barədə danışdı, uzun-uzun söhbətlər etdi. Mən hiss etmədim ki, siz bu nəğməni anlamadınız. Məncə anladınız və gözəl də çatdırdınız, gözəl də ifadə etdiniz. Gözəl yaşadınız. Ustadınız olaraq mən sizi ayaq üstə alqışlayıram hər ikinizə. Çox xahiş edirəm, mənim heç kim inciməsin. Mən sizin hər ikinizi səmimiyyətimlə çox sevdim. Amma mən bu yarışa Natəvanla davam edirəm. Bu çox böyük sevinç gözyaşları. Natəvan, sizi təbrik edirik. Natəvan, siz buyurun ustadınıza, ustadlarımıza doğru və növbəti mərhələyə doğru. Təbrik edirəm. Təbrik edirəm sizi. Təbrik edirəm. Təbriklər, təbriklər əzizim. Təbrik edirəm. Dostlar, Ayşənə icazə verək, qoy bu səhnədə o öz sözlərini desin. Ayşən, bu şouda bir xeyli yol gəldiniz. Bu anla bağlı, ümumiyyətlə bu şou ilə bağlı sizin üçün ən yadda qalan nə olacaq? Nə ürəyinizdən keçirsə, buyurun, fürsətdir deyin. Çok sağ olun bu Stay layihəyə. with me. Bəli, o an və məncə bu an, bu ifa həmişə yadımda qalacaq. Bəs bu alqışlar, Çok sağ olun. bu gözəl ustadlar məni yadda saxlamasanız da olar. Azər, mən Ayşəni ürəkdən alqışlayaq və yola salaq. Şad olduq Ayşən. Teşekkür her şey için. Her şey için teşekkürler. Ayşəm getmə, getmə. Ender gözdən. Anar, zəhmət olmasın qədarəti bu anı həkk edəcəyik, ömürlük Ayşən üçün. Bir yerdə, sürpriz mən də edəcəyik. sizdən. 3, 4. Necə möcüzədir ilahi görən ölümə gələnlər beləmi gəlir əcəli gizlənib yanaqlarından ömürdən sıyrılıb ölümə gəlir
sənət yolun və sənət yoluna Məncə şey olsun. bu layihədə Sən çox Ayşən şanslısın. son sözü Sağ də olun. çox həyatda qalan dedi. Ayşən, yolunuz açıq olsun.